Əziz qardaş, deməli Orxan, universiteti qutardım, getdim bir il əsgərimi çəkdim, gəldim. 2010-cu ildən, bax bu Nabran niyə mənim üçün əzizdir? 2010-dan 2015-ci ilə kimi bu ərazidə xidmət eləmişəm. Deməli qardaş, qışı burada çox qar yağırdı. Şaxta olan vaxtda dənizin bax bu hissəsi təmiz donmuşdu. Hardasa qardaş, qış vaxtı çox az adam olurdu burada, amma yay adam çox olurdu. Yəni qışı biz burada gəlirdik. Hər vaxt bu dostluq bizim üçün niyə doğmadı? Burada həmişə qışda simovar qaynardı, burada çay içirdi, simovar çayı. Burada oturub çörək yeyirdik qardaş. Həqiqətən də buralar mənim üçün çox doğmadı Orxan. Orada vaxt köhnə illəri xatırladım, burada xidmət elədiyim illəri. Burada xidmət elədiyim illəri. Buradan deməli Yalamadır, Muxtadırdır, Nabran, Muxtadır, Xudad, Qusar, Quba, Ləzzədə də xidmət eləmişəm dağda. Burada həqiqətən mənim üçün çox doğmadır. Çünki ən çox xidmət elədiyim ərazi olur, qardaş. Onun üçün buralara gələndə köhnə illəri xatırlayıram. İnşallah birazdan bir şey yetişdirəcəyik bunda. Buna yemək verəcəyik. Onun üçün əziz qardaş, bu əraziləri yaxşı tanıyıram. Və mənim üçün çox doğmadır. Doğrudan da burada çox gözəl illər keçir. Orxan, səni də öpürəm, çox soğuk, əziyyət çəkdim. Bakıdan gəldik bura, inşallah bir gün qayıdacağıq.